Hibrit avtomobil ilə Kürdəmirə 60 manatdan gedib gəlmək. Esselamu aleykum və rəhmətullah. 2 gün əvvəl Kürdəmirə səfərim oldu və polnu bak eləyib, enerji 100% və bu benzinim də polnu bak olaraq Kürdəmirə getdim və geri döndüm. Geri dönəndə Lukoil'dan, sədərənin üstündəki Lukoil'dan maşının benzini yenidən vurdum ki, görüm nə qədər bu gün ərzində mən nə qədər benzin istifadə eləmişəm. Və 47 manatlıq əlavə benzin vurdum. 47 manatlıq və enerjimdə demək olar ki, Bakıya gəlib çatanda 20% ya 15% qalmışdı. Yəni enerjim də tükənmişdi. Bu sərfiyyat 8 manat enerji doldurma məntəqəsində olanda 8 manat eləyir. Benzin də 47 manat, yəni 55 manata Kürdəmirə gedib gəlmək hibrit avtomobillə kim yaşayıb, sürətim stabil, gedəndə stabil olub, gələndə stabil olmayıb və belə bir şey yaşamışam. Şəhərin içində sıxıntı yaşamıram, çünki elektromobil kimi istifadə edirəm. Bu ay ərzində tam olaraq hesablayıb nə qədər olacağını inşallah onun da bir videosunu çəkəcəm. Ay ərzində nə qədər elektrikə pul vermişəm və şəhərin içində istifadə eləmişəm. Benzindən istifadə eləmirəm, dediyim kimi şəhərin içində %99% ancaq elektriklə sürürəm. İnşallah paylaşacağım onu da. Kimlər mənim kimi çox sərfiyyatla gedib rayonlara gəliblər, turbo motorlular, çox xahiş edirəm, öz fikirlərinizi bildirin. Hər kəs bilsinlər ki, turbo motor alsınlar, sadə motor alsınlar, sadə motorla turbo motorda bu məsələdə fərq varmı sərfiyyatda və s. Allah'a əmanət olun. İnşallah növbəti videoda görüşənə qədər. Esselamu aleykum və rəhmətullah.